gərginlik baxımından Yəqin ki, Moskva. Moskva görüşü digərlərindən fərqlənirdi. Nə qədər ağır vəziyyət olursa olsun, hətta ağır vəziyyətə də hardasa sən öyrəşirsən. Təzyiqə də artıq öyrəşir. Baxmayaraq ki, təzyiq arta-arta davam edirdi. Cənab Prezident müharibə zamanı heç kimə zəng eləmirdi. Heç bir liderə, Ermənistan baş nazirindən fərqli olaraq və Rusiya prezidenti ilə ilk telefon danışığı oldu 7 oktyabr tarixində Cənab Prezident zəng etdi. Və bunun səbəbi ondan ibarət ki, 7 oktyabr tarixi Rusiya prezidentinin ad günüdür. Və artıq prezidentlər arasında uzun illər ərzində belə bir ənənə var. Dekabr ayında Prezident Putin Cənab Prezidenti hər zaman təbrik edir. 7-sində ilk təmas olandan sonra ayın 8-də artıq bir ilə təmas oldu və təbii ki, bu mövzuya toxunmamaq mümkün deyildi belə bir məqamda, hətta ad günü mövzusu olandan sonra. Ancaq görsənən odur ki, Prezident Putin də hardasa bu iki mövzunu görünür ki, ayırmaq baxımından 8-də xüsusi olaraq bu mövzu ilə bağlı artıq birinci təmas olandan sonra o zəng edib liderlər arasında belə bir danışıq oldu.